Bu podkastlar Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 3-cü Bahar İctimai Birliyi tərəfindən cəmiyyətdə ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi məqsədi ilə hazırlanmışdır. Podkastın məzmununda əks olunan fikir və mülahizələr Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər. Sən bizə nəvə qismət edibsən ki, nə qədər bizi mükafatlandırıbsan. İndi o nəvələrdən eləsi olur ki, bir neçə iş mən onun yadına düşmür. Əlbəttə istərdim ki, hansı bir böyüyüm məndən özü soruşsun ki, Səbinə yaxşısanmı, hər şey qaydasındadırmı? Mən bəzən 72 yaşımda mən qalxıram, bir orta yaşlı qadına yer verim, o işdən gəlir. Amma bu daha çox orada oturan, o telefonla əlləşən gəncə dərs üçündür. Salam, hamınızı xoş gördük. Bugünkü podkastımız ənənəvi ailə dəyərlərinə həsr olunub. Ailə dəyərlərinin möhkəmlənməsi, ailə dəyərlərindəki nələrə xitab eləməliyik, nələri görməliyik, bununla bağlı söhbətimiz olacaq. Həm söhbətimiz isə 3-cü baharını yaşayan Zahir müəllimdir. Zahir müəllim, xoş gəlmisiniz. Həm söhbətimizin ikinci tərəfi isə Səbinə xanımdır. Səbinə xanım bizim gəncimizdir. Bugün biz nəsillər arasındakı söhbətlər, onların arasında nə baş verir, hansı kommunikasiya baş verir, hansı kommunikasiya baş vermir, ondan danışacağıq. Xoş gəlmisiniz Səbinə xanım. Zahir müəllim, kiçik də olsa özünüzlə bağlı bir məlumat verə bilərsiniz? Mən 46 il coğrafiya müəllimi işləmişəm. Kənd müəllimiyəm, kənd yerində yaşamışam. Hərdən şəhərə də qonaq gəlirəm. Üzr istəyirəm, 3 övladım var, 7 nəvəm var. Və söylədiniz ki, 72 yaşındasınız. Bəli, 72 yaşındayım. Həyatınızın 3-cü baharını yaşayırsınız. Həyatınızın ən müdrik və gözəl dönəmini yaşayırsınız ki, burada sizin nəvələriniz, övladlarınız, onlardan aldığınız zövq, həyatınızın tamamilə başqa bir dövrünü yaşayırsınız hal-hazırda. Hələ bir sevincimi demədim, yadımdan çıxdı. Bura yəqin ki, qocalıq əlamətidir. Allah Teala mənə nəticə də nəsib eləyib. Allah həsrətində olanların hamısına nəsib eləsin. Təşəkkür edirik, çox sağ olun. Səbinə xanım, siz özünüzlə bağlı qısa bir məlumat verə bilərsiniz. Adım Səbinə, 25 yaşım var. Konteynerlər ixtisası üzrə oxuyub bitirmişəm. Hal-hazırda isə karyeramı dəyişiklik edərək başqa bir yöndə fəaliyyət göstərirəm. Layihələr üzrə koordinator kimi çalışıram. Hələ ki, bu qədər. Çox sağ olun. Bugünkü mövzumuz, Zahir bəy, yəqin ki, bu sözü çox eşitmisiniz və yəqin ki, siz də necəsə bu sözlərdən istifadə edirsiniz. Bizim nəsil başqa cür idi, bizim vaxtımızda tamamilə başqa şeylər vardı, bu dövrün gəncləri tamamilə başqa cürdür. Bununla bağlı nə deyə bilərsiniz? Sizcə sizin nəsillə hal-hazırdakı bizim nəsil deyək, yoxsa bizdən sonraki nəsillər deyək, nə fərqi var? Nədir orada sizdə olan, burada olmayan? Gördüklərimizi gözümüzün qabağına gətirəndə fərqlər çoxdur. Fərqlər çoxdur. Əvvəllər böyük ailələr daha ənənəvi idi. Böyük ailələr, yəni nənə, baba, ata, ana, övladlar, nəvələr. Həyətdə, necə deyim, səs əlindən belə bir söz var, qulaq tutulurdu. Sanki mehribançılıq daha çox idi. İndi cəmiyyət irəlilədikcə, texnologiya irəlilədikcə, sanki adamlar fərdiləşməyə daha çox meyl elədilər. Elə bir vətəndaş kimi, elə bir valideyn kimi, elə bir baba kimi narahat oluruq. Narahat oluruq. Biz də çalışırıq ki, təbliğ eləyirik ki, gənclərimiz savadlansınlar, təhsil sahibi olsunlar, peşə ixtisas sahibi olsunlar. Amma müəyyən xasiyyətlər də əldən getməsin. Bizim xalqımızın, mən elə bilirəm, ən böyük dəyərimiz, necə deyər, təbii sərvətlərdən də qiymətli bizim mənəviyyatımızdır. Və düşünürsünüz ki, Zahir bəy, zaman keçdikcə fərdiləşmə olduqca, fərdiləşməyə gətirən nədir? Telefonlar, iPadlər, uşaqların o sosial şəbəkələrdə daha çox zaman keçirməyi, bu gətirdi, çıxartdı fərdiləşməyə və biz ənənələrimizi yavaş-yavaş itirməyə başlayırıq, orada düşünürsünüz. Düşünürəm və bu da məni çox narahat eləyir. Çox narahat eləyir. Məsələn, bilmirəm nə dərəcədə uyğun olar bu fikrimi deyib. Allah bizə nəvə qismət eləyəndə
birinci nəvəmiz bizə gələndə biz elə bilirdik ki, bu qeyri-adi bir varlıqdır. Deyirdi ilahi, sən bizə nəvə qismət eləyibsən ki, nə qədər bizi mükafatlandırıbsan. İndi o nəvələrdən eləsi olur ki, bir neçə heç mən onun yadına düşmürəm. Amma mən nənəmə qulluq eləməklərim yadıma gəlir. Deyirdim ki, mən nə qədər ona qulluq eləyim ki, mən necə deyər, sanki doyum o qulluqdan. İndi cəmiyyət doğrudur, irəli gedib, təhsil var, müxtəlif məsələn, yeniliklər, hamısına gənclər yiyələnirlər. İndi o necədirsə, sanki o təsir yaxın adamların təsirindən bəzən adam şübhələnir ki, elə daha güclüdür, daha təsirlidir. Amma bizim milli dəyərlərimiz, inanmıram bizim xalqımızın milli dəyərlərinə bərabər olan, məsələn, ailəni qoruyub saxlamaqda bizim xalqın dəyərləri, nadir belə xalq olar ki, bizim bərabərimiz olsun. Bilməm, yeri gəlib deyim bunu. Məsələn, Avropada deyirlər ki, katolik nicahı ən güclü nicahdır. Katolik nicahı ən güclü nicahdır. Məsələn, üzr istəyirəm, burada deyim, nicah pozulanda katoliklərdə bəzi ölkələr var ki, 5 il nicahı almırlar. Onlardan birini nicahı almırlar. Amma bizim, düzdür, belə qanunumuz olmasa da, amma bizim dəyərlərimiz var. Onu qoruyub saxlamaq, o bir şərəfdir, o bir qürurdur, o bir ailənin, bir nəslin, bir familiyanın qürurudur. Zahir bəy, yəni inkişaf getdikcə, o siz bir yaxşı bir ifadə işlədiniz, mən nənəmə qulluq eləyirdim, amma elə nəvəm var, aylarla, günlərlə üzünü görmürəm. İnkişaf getdikcə, texnologiya inkişaf elədikcə və ya dünyaya inteqrasiya elədikcə biz belə çıxır ki, biz o yaxınlarımızdan, doğmalarımızdan uzaqlaşırıq. Hal-hazırda sizin gördüyünüz budur ki, siz daha yaxın idiniz, çünki orada telefonlar, texnologiya az idi. Zaman keçdikcə bu biraz əslində kədərlidir ki, biz o yaxınlarımızı görə bilmirik. Daha az kontaktdayıq o yaxınlarımızla, daha az ünsiyyətdəyik. Səmdə xanım, burada sizə sual vermək istəyirəm. Həqiqətənmi düşünürsünüz ki, texnologiyanın inkişafı gətirdi, çıxartdı ki, nəvələr nənələrindən, babalarından uzaqlaşdı və yaxud da doğmalarından uzaqlaşdı. Bir gənc olaraq bununla bağlı nə deyə bilərsiniz? Bir gənc olaraq onu deyə bilərəm ki, məsələn, hal-hazırda biz gənclərin üzərinə çox böyük yük düşür. Çünki rəqabət çoxdur, yenilik çoxdur və biz gənclərdən o tələb olunur ki, hər şeydən məlumatımız olsun və onunla bağlı inkişafımızı davam etdirək. Məsələn, mən bir gənc olaraq məndən böyüklərim çox vaxt inciyirlər ki, bizimlə əlaqə saxlamırsan. Əslində bu o demək deyil ki, mən onlara qarşı çox soyuğam və yaxud da nəsə bir istəmirəm əlaqə saxlamaq. Sadəcə mənim vaxt baxımından elə olur ki, heç vaxtım olmur və bəzən elə olur ki, adamın işlərimə görə əhvalım bəzən olmur ki, danışmaq istəmirəm. Çünki o qədər rəqabət var və o qədər belə biz gənclərin üzərinə çox iş düşür ki, insan bəzən özü öz yolunu çaşır və hətta mən istərdim ki, hansı bir böyüyüm məndən özü soruşsun ki, Səbinə, yaxşısanmı, hər şey qaydasındadırmı? Çünki həm yaş tərəfindən, həm də özləri baxımından onlar daha çox bizdə məlumatlıdır və bizim getdiyimiz yolu artıq onlar getmişlər deyəndən bizə daha çox belə, yəni məsələn, əlaqə saxlasalar, danışsalar, daha çox kömək olar deyə düşünürəm. Səbinə xanım, belə başa düşürəm ki, əslində bizdən öncəki nəsillər bizdən diqqət, qayğı, sevgi, onları soruşmaq, onların əhvalını, halını soruşmaq kimi bir istək, tələb deməyək də buna, bir istəkləri, bir gözləntiləri var. Belə başa düşürəm, siz indi bir gənc olaraq düşünürsünüz ki, onlar, siz bu bir xaosun içindəsiz də bir rəqabət, həyat, kim qabaqda oldu, kim daha çox pul qazandı, kim daha az pul qazandı. Bunun içində o böyüklərdən gələn diqqətə ehtiyacınız var. Şəxsən mənim bəli var. Çünki mənim belə deyim, üzərimə çox belə yük kimi, yəni qoyulur ki, tələb olunur ki, danışmalısan, axtarmalısan. Yəni bu təqdirdə insan özü-özünə çəkilməyə başlayır ki, yəni ki, onsuz da mənim üzərimdə böyük bir yük var və siz də mənə artıq çox belə yüklənməyin. Yəni ki, mənəvi cəhətdən də çətinlik yaratmasınlar. Ona görə mən fikirləşirəm ki, məsələn, belə bir hallarda böyüklərimiz bizə başa düşməlidirlər ki, bəlkə bu uşaqda nəsə bir işləri ilə bağlı bir problemi var, çox tələbkarlıq etməsinlər. Yəni ki, tələb olunmasın bu. Yəni gözlənti bizim gəncləri daha arxaya çəkir, daha soyuqlaşdırır, daha münasibətlərə soyuqluq gətirir. Zahir bəy, sizə sual vermək istəyirəm. Həqiqətən də belədir ki, deyək ki, nənənin, babanın o kiçik şikayətləri var
ki, ay bala mən niyə axtarmırsan, ay bala mən niyə soruşmursan? Bu kiçik etirazda ola bilər uşaqları bir balaca arxaya çəkir ki, bu qədər işimin içində babam da, nənəm də mənim üstümə gəlir. Səbinə xanım belə bir ifadə işlətdi. Ola bilər belədir? Bir şey deyim. Mesela dinimizin bir neçə tələbi var ki, o dinimizin, bizim İslam dininin, əvvəla şükür edirik ki, biz İslam dinindəyik xalqımız. O tələblərdən biri də odur ki, yaxşı işlərə təşviq elə, yaxşı olmayan işlərdən çəkindir. Nəhy əz münkər, xeyr bi məruf, əmr bi məruf. İndi o şeylər ki, yaxşıdır, yaxşı hərəkətlərdir, faydalıdır, həm onun həyatına, həm xarakterinə, biz yaşlı adamlarda gərək çəkinməyək, yorulmayaq. Yəni, hörmət qazanmağın iki yolu var, üçüncü yolu yoxdur. Bir əziyyət çəkməkdir, bir də xərc çəkmək. İndi deyək, mən təqaüdçüyəm, xərc çəkməyim, o qədər cəsarətim yoxdur, amma əziyyət çəkməliyəm, ağzımı yormalıyam, təkid eləməliyəm, deməliyəm. Onu yaxşı xarakterlərə mən təşviq eləməliyəm. Bu gələcəkdə mənim dediklərimi qiymətləndirəcək ki, babam, nənəm yorulmurdu, əl çəkmirdi elə, deyirdi ki, belə elə, belə elə. Onun başa düşmək sanki vaxtı var. Bir misal çəkim, indi bu da bir təbiətə aiddir. Mən kənd adamıyam, üzr istəyirəm sizdən. Məsələn, bir, necə deyər, bir cavan canlı, üzr istəyirəm, malın süd vermə imkanı yoxdur. O gərək onun balası olsun ki, o süd versin. Allah Teala ona elə xüsusiyyət verib. Canlılar elə insan da müəyyən yaşda bəzən ona çətin gəlir. Ona deyilənləri qəbul eləmək, yorulur, sanki onu yorurlar. Amma biz gərək yorulmayaq. Biz gərək təkid eləyək. Çünki onun gələcək həyatı bizim də rahatlığımızdır. Onun rahatlığı bizim də rahatlığımızdır. Onun yaxşı xarakteri, o bir adama durub metroda yer verəndə, o metroda oturan yaşlı adamın ürəyindən dediyi sağ olun bir payda o dünyada bizə çatacaq. Gəncimiz savada yiyələnəcək, peşəyə yiyələnəcək. Bunları təşviq eləmək lazımdır. Hə, belə. Zahir bəy, nə gözəldir əslində. Yəqin ki, sizin ətrafınız, övladlarınız, nəvələriniz, nəticələriniz xoşbəxtdirlər ki, sizin kimi babaya, ataya sahibdirlər. Çünki bu deməkdən yorulmamaq hissi, bu hər kəsə nəsib olmayan bir duyğudur. Çünki axı üçüncü baharını yaşayan nəsil olaraq biraz incikliyə, biraz küsməyə, biraz özünə qapılmağa meyillidirlər ki, uşağım eşitmədi, nəvəm eşitmədi. Amma bu nə gözəl bir dəyərdir ki, siz deyirsiniz ki, deməkdən yorulmamaq. Hətta ola bilər ki, sizin nəvənizə bugün dediyiniz, hansısa bir dəfələrlə dediyiniz söz onu qıcıqlandırıb, onu hirsləndirib, aqressivləşdirə bilər. Ay baba, sən də bir sözü nə qədər deyirsən, sözünü bəlkə də deyər, bəlkə deməz hörmətindən. Amma bunu deməkdən yorulmamaq duyğusu. Nə gözəldir bu hissi yaşamaq. Və düşünürəm ki, yəqin ki, siz özünüz nəsillərdəki insanlara hal-hazırda bu duyğunu, bu hissi, bu dəyəri ötürürsünüz ki, deməkdən sizə eşidənlər bu duyğunu yaşayırlar ki, küsmək yerinə, incimək yerinə, ki, mən yaşlıyam, məni eşitmir, mən böyüyəm, mən ağsaqqalam, məni eşitmir yerinə, deməkdən yorulmamaq. Bəli. Bu bizim bir növ boynumuza bir deyin gəlir. Yaşlı bir nəsil kimi. Yəni, biz onu o cürə yetişdirməliyik ki, o da gələcəkdə o yaşda boynuna düşəni yerinə yetirsin. O da övladına, o da nəvəsinə yaxşı xasiyyət təbliğ eləsin, təhsilə yiyələnmək, peşəyə yiyələnmək, xalqına, qonum-qonşusuna, necə deyər, canı yanan olsun, qayğı göstərən olsun. Mən, məsələn, deyək, maşında gedirəm, yolun kənarından saldığımız ağaçları görürəm, iməslikdə saldığımız ağaçlar. Onun qəlbində rahatlığın yaşayıram ki, oradan alınan hava ki, bir nəfəs alır oksigendən, onun faydası, onun savabı mənə də gəlir. Yaxud da ki, məsələn, biri bir təmizlik işi görür, mənim gözümün aldığı zövqdə onun da payı var. İndi biz bu insanları yetişdiririk. Gələcəkdə insanlar onların xasiyyətindən, onların sənətindən, peşəsindən
fayda görəcəklər. Deyək, biri həkim olacaq, biri müəllim olacaq, biri təmizlik işçisi olacaq, biri paltar tikəcək, insanlar faydalanacaq. Yəni biz bu yaxşı şeyləri, yaxşı xüsusiyyətləri yaşatmalıyıq. Boynumuza haqq gəlir. Bunu həyatı Allah təala bir elə vermir ki, bizə ki elə yeyək, yaşlaşaq da rahat olaq. Yox. Başqa rahatlıqlar, yəni qəlbimiz onların xarakterindən, onların həyata yiyələnməklərindən, ondan da bizim qəlbimiz zövq alsın. Orada bizim də payımız olsun. Çox sağ olun. Səminə xanım, bu məqamda sizə bu sualı vermək istəyirəm. Uşaqlara eyni sözü dəfələrlə deməliyik ki, nələrisə anlasınlar. Bugün anlaya bilməsələr də 3 il, 5 il, 10 il və yaxud da 30 il sonra gəlib babanın, nənənin, özündən əvvəlki nəsillərin dediklərini çatacaqlar necəsə və burada stereotiplər yaranır əslində. Daxilinizdən gəlir bu stereotipləri qırmaq, bu stereotipləri dəyişmək, formasını başqa bir tərəfə, stereotip deyəndə daha el dilində deyək, bunu kök inanclar. Uşaqlar belə olmalıdır, gənclik belə olmalıdır. Bu kök inancları dəyişmək, onları başqa bir formaya salmaq kimi içinizdən bir üsyan gəlir heç? Üsyan, belə deyim ki, yəni bəzən olur, amma o fikirdən asılıdır. Məsələn, elə bir fikir söyləyirlər ki, böyüklər, məsələn, özüm fikirləşirəm ki, yəni axı bu indiki dövr üçün, zaman üçün doğru deyil. Mən çalışıram ki, öz fikrimi təbii ki, yəni hörmətli formada onlara bildirim ki, yəni məsələn, bunu belə eləsək daha yaxşıdır. Yəni üsyankarlıq bəzən o halda olur, amma bəzən onu çox belə inadkarlıqla deyəndə adam insan istər-istəməz daha çox üsyankarcasına, yəni belə söyləməli olur. Yəni belə, yəni çox bir fikirlərdə düzünü desəm böyüklərimlə çox belə fikir ayrılığına səbəb olacaq bir şeylər yaşamamışam. Amma olduğu təqdirdə də çalışıram ki, öz fikrimi bildirim və onları da öz fikrimə təşviq edim ki, yəni ki, mənim dediyim hal-hazırdakı dövrdən üst-üstə düşür. Sizin dediyiniz isə yəni ki, yəni necə deyirlər, biraz çox geri zamanlar üçün keçərlidir. Çünki indi yəni dövrdə çox dəyişiklik deyə bilərsiniz ki, o dövr üçün keçərli dediyiniz nədir ki, burada hal-hazırda bu dövr üçün o qədər də aktual deyil? Əslində çox elə bir şeylər var. Sadəcə ağlıma hazırda gəlmir, amma tez-tez müntəzəm olaraq deyilir mənə. Var birini mən misal olaraq deyim. Deyək ki, hal-hazırda siz 25 yaşında gəncsiniz və böyük ehtimal ki, sizdən daha böyük nəsillərdən bu sözü çox eşidirsiniz ki, ailə nə vaxt quracaqsan? Niyə ailə qurmursan? Sən gözəl göçək qızsan, yaşın keçir. Bu bir stereotipdir də bizim cəmiyyət üçün oturulmuş ki, qızlar bir yaşa çatdı mütləq ailə qurmalıdırlar. Təbii ki, ailə qurmaq və o ailə sahibi olmaq gözəl bir duyğudur. Amma siz paralelində bir karyera qurursunuz. Bu yəqin ki, bu sizə bu təzyiq olaraq gəlir. Bu stereotipi qırmağa çalışırsınızmı? Düzünü desəm, mənim öz ailəmdə bu tip stereotipə qarşı artıq onlar özləri qarşıdırlar. Yəni ki, mən bu tip təzyiqə məruz qalmamışam heç vaxt. Amma məsələn, digər dostlar tərəfindən, yəni böyük, yəni də ailəmdən qıraq insan tərəfindən bu tip suallar verilir təbii ki və düzü bu mənim çox belə toxunsa da, yəni ki, onlara yenə də belə mədəni formada deyirəm ki, bu mənim bir seçimimdir. Çünki hal-hazırda yəni ailə qurmaq da çox asan bir şey deyil. Yəni ki, ailə qurmaq üçün özüm əvvəlcə onun məsuliyyətini dərk etməliyəm və məncə düşünürəm ki, hər şeyin öz vaxtı var deyənə, hər şey öz vaxtının daha gözəldir və bunu deyərək onları biraz özüm fikrimə, yəni ki, razı salmağa çalışıram, amma təbii ki, razı qalmırlar. Deyirlər ki, yox, biz düz deyirik, sən yəni ki, hər şeyin öz vaxtı daha tez olmalıdır deyənə, yəni ki, hər öz fikrində qalır. Çox vaxt yəni ki, mən öz dediyimi demiş olurum, onlar da öz bildiklərində qalırlar. Sizcə sizin gənclik bu hal-hazırda etiraz elədiyi yəqin ki, sizin ətrafınızdakı eyni yaş gənclərin etiraz elədiyi bir stereotiplər var. Onlar qırmağa sahib olmuşsunuz ki, qıra bilmişsiniz və indi hal-hazırda öz aranızda danışırsınız ki, gələcək olaraq ki, axır ki, bu stereotipi, bu kök inancı, bu nəsillərin alışdığı dəyişilməyən nələrsə qırdıq biz. Olur əslində. Yəni ki, məsələn, məndə indi olmasa belə ətraf dostlarımda əsas bu evlilik temasında, mövzusunda çox olur belə qarşı çıxmalar və məsələn bir də ətrafdan eşidirəm və bəzən mənim ailəmdə də olur ki, böyük olduğu yerdə sən danışmamalısan, fikrini söyləməməlisən. Əslində yəni ki, mən düşünürəm ki, hər kəs yəni qarşısındakını hörmət edərək öz fikrini rahatca demək azadlığına sahibdir. Düzdür, bu bizdə əvvəlki nəsillərdə belə bir şey yox idi. Hətta əvvəllər nə olurdu? Uşaqlar ayrı masada, böyüklər ayrı masada otururdular və
da. Amma get-gedə artıq biz özümüz də uşaq yaşında demişik ki, biz niyə ayrı masada oturmalıyıq? Biz də sizinlə otura bilərik. Yəni ki, niyə belə bir ayrı seçkilik salınır? Onlar bizə deyirlər ki, siz uşaqsınız, yox, olmaz. Yəni böyüklərin öz söhbətləri olur. Amma get-gedə artıq özümüz görürük ki, yəni ki, dediyimiz, yəni ki, fikirlərə onlar artıq hörmətlə yanaşırlar və artıq özləri də başa düşməyə çalışırlar deyənə. Yəni oturub öz dostlarımız arasında müzakirə edəndə deyirik ki, məsələn, bir neçə il əvvəl bizim sözümüzün dəyəri yox idi. Bizə qulaq asmır. Sən uşaqsan, sən bilmirsən deyilirdi. Amma artıq danışanda, deyiləndə və təbii ki, fikrini də normal formada bildirəndə, əsaslandıra biləndə məncə hər kəs qulaq asır və dinləyir. Yəni ki, bu tipdə olur, yəni bizdə söhbətlərdə, fikir ayrılığında. Zahir bəy, bir məqama toxundu gəncimiz. Böyük kiçik məsələsi, yəni böyük hörmət və onun dediklərinə qarşı daha yumşaq şəkildə etiraz. Necə düşünürsüz bu böyük kiçik məsələləri, o kiçiklərin özlərinin fikirlərini müdafiə etməyi və bəzən bu böyüklər tərəfindən belə qarşılana bilər ki, mübahisə edir gənc. Halbuki bəlkə də gənc öz fikrini sübut eləməyə çalışır ki, o düzgündür. Nə demək istəyirsiniz bununla bağlı? Çünki siz böyük ailəyə sahibsiz, uşaqlar, nəvələr, müəllimsiz əsas, yəni müəllim olmusunuz. Nə demək istəyirsiniz bununla bağlı? Təbii ki, hər hansı bir fikrə insanların münasibətləri eyni olmaz, fərqli olacaq. Yanaşmalar fərqli ola bilər. Amma indi yaşlı adamlar gərək həyat təcrübəsi, özünün eşitdikləri, gördükləri, özünün həyatda eşitdikləri, gördüklərini, bunları bir-biri ilə bir tutuşdurub ən yaxşı nəticəni, ən yaxşı yolu, ən uyğununu çalışıb təbliğ eləməlidir. Həyatın bütün sahələrinə aid. İndi olur da, məsələn, düzdür, bu texnologiya biraz insanları bir-birindən ayırıb, hərə bir tərəfdə telefona baxır. Hərənin bir dünyası var. Hamı bir televizora baxmır, hamı eyni xəbəri eşitmir. Amma indi yeri gəldikcə gərək müəyyən şeyləri, yəni onları doğru yola biz təkid eləyək. Məsələn, olubdur, mən bir şey deyim, indi nə dərəcədə bura uyğundur, uyğun deyil. Məsələn, bir dəfə bu erməni terrorçular ki, bizim ölkəmizdə Qarabağ məsələsində o 44 günlük müharibədə onları əsir götürmüşdülər. Bunların ikisini ya üçünü dövlətimiz bir də Ermənistana təhvil verdi. Nəvam biraz mübahisə eləyirdi mənim ki, niyə onlar verilibdi? Məsələn, mən ona dedim ki, burada sülh məsələsi var. O Hüseyn Cavidin bir sözünü mən ona xatırlatdım. Onun belə bir misrası var. Kəssə hər kim cahanda qan izini, qurtaran dahi odur yer üzünü. Biz bu addımı atmağıyla gələcək əsgərlərimizin həyatını düşünmüş oluruq. O qarşı tərəfi düşünməsək də, onlar bizə lazım deyil. Amma bizim gəncimizin yaşaması bizə lazımdır. Onun o həyatı yaşaması lazımdır. Allah onu dünyaya gətirib, həyat verib ona. O yaşamalıdır. Yəni, bir qədər təkiddən sonra, bu izahlardan sonra mən axı dedim, sən indi tələbəsən. 2 ildən sonra sənin əsgərlik vaxtındır. Sən niyə torpaq altına gedəsən? Nəyə görə ki? Sən də yoldaşları, müsahibləri içində belə şeyləri sən də təbliğ eləməlisən. Yaxşı bir tərəfin. Məsələn, yanlış alışqanlıqlardan özün çəkindiyi kimi yoldaşları da çəkindir. Təkid eləməliyik. Olar ki, bizim üzümüzə narazı da ifadə göstərərlər. Onlar bəlkə deyər ki, mənim işimə qarışma. Amma gərək biz boynumuza düşəni yerinə yetirək. Bu bizim borcumuz. Məsəl bəy, o mənim işimə qarışmayın və yaxud da təkidlə öz fikrini izah eləməyə çalışan bir gəncdən söhbət gedir. 19-20 yaşında tələbə olan. Hissləndirir, qıcıqlandırır bu sizi onun öz sözünün üstündə dayanmağı, öz fikrini bu qədər təkidlə sübut etmək qıcıqlandırır sizi? Onun qıcıqlanmağı, onun bəzən də sərt reaksiya verməyi təbiidir. Çünki onun yaşının da o vaxtıdır. Onlar düşüncə səviyyəsinin də o vaxtıdır. Bəs mənim üzərimə düşən məsuliyyət? Mənim haqqım nədir ki, mən əsəbləşəm ondan deyərəm, qoy çıxsın, getsin də, xatasını salsın. Deyəsən, bu başa düşən deyil. Xeyr. Mənim məsuliyyətim çoxdur. Mən yorulmamalıyam. Mən ağzımın yorulmağından
necə deyə, geri çəkilməməliyəm. Mən təkid eləməliyəm. Mənim borcumdur. Həm valideynlik borcumdur, həm vətəndaşlıq borcumdur. Bizim üçün ki, gənclərimiz ən yaxşı nələrdir, ən gözəl nələrdir, onlara layiqdirlər. Elə o layiq olduqları da bizim məsləhət gördüklərimizdir. Çalışmalıyıq bunları. Biz də nail olaq ki, onu dəyişdirək, onu dediyimiz tərəfə. Mən bu cür düşüncənin Zahid bəy, tərəfdarıyım. biz bir psixoloq olaraq ən çox üzərində çalışdığımız mövzulardan biri emosional dayanıqlıqdır. Yəni qarşımızdakı insan bizə etiraz bildirəndə, sərtlik bildirəndə sakitcə öz fikrini davam eləmək. Əslində hal-hazırda ən böyük, ən gözəl bir psixoloq olaraq oturmusunuz qabağımızda ki, bunu həyat sizə öyrədib və siz indi hal-hazırda gənclərə bunu belə aşıladınız özünüz bilərəkdən və bilməyərəkdən ki, qarşımızdakı hansı etirazı bildirsin, hansı sərtliyi, hansı öz gəncliyindən doğan hansı etirazlar da olur olsun, sakitcə, yorulmadan, emosiyalara qapılmadan, öz səs tonunda, öz istədiyi formada o fikri daimi olaraq çatdırmaq. Əslində bunun psixoloji adı emosional dayanıqlıqdır, amma biz bunu müdriklik deyək el dilində. Bu müdrikliyə zamanla gəlib çıxmısınız, yoxsa müəllimlik gətirib sizi bu müdrikliyə çıxardıb? Emosiya insana aid olan xüsusiyyətdir də, budur. Mən məsələn oxumuşam ki, insanda 200-ə yaxın hiss var. Yəni nəfis var. Məsələn, üşüyürsən, paltar geyirsən, bu da bir hiss nəfisdir. Acırsan, yemək yeyirsən, bu da bir nəfisdir. Biri sənə bir uyğunsuz hərəkət eləyir, ona bir uyğun, o hərəkətə uyğun cavab vermək istəyirsən, bu da bir nəfisdir. Amma nəfislərlə bərabər bir də öhdəliklər var axı. Həyat özü ən yaxşı müəllimdir bəzən deyirlər. Dərs keçir, amma görürsən ki, müəyyən adamlar daha səbirli olmaqla, daha necə deyər, o müəyyən çətinliklərə dözməklə ki, ona müəyyən cavablar qaytarırlar, onun dediyinə əməl eləmirlər, amma yenə də o təkid eləyir. Çəkinmək, geri durmaq fayda verməz. Geri durmaq, biz geri dursaq o zaman metrolarda yaşlı adamlara yer verilməlidir, xəstədir, uşaqlıdır. Onlara yer verilənlərin sayı azalacaq. Amma belə deyil. Mən bəzən 72 yaşımda mən qalxıram, bir orta yaşlı qadına yer verirəm, o işdən gəlir. Amma mən gəzməkdən gəlirəm. Amma bu daha çox orada oturan, o telefonla əlləşən gəncə dərs üçündür. Geri çəkilməməliyik. Bizim gənclərimizi biz seviriksə, onların gələcəkdə həm yaxşı həyatı, həm ədəbli həyatı, həm qayğıkeş olması, o indi bugün laqeyd olarsa, o gələcəkdə övladına da laqeyd olar. Bəs onda o uşağı xəstələndə nə olacaqdı o? Yəni mən belə güman edirəm ki, və belə də o fikirdəyəm ki, geri çəkilmək olmaz. Yaşlı adamlar boyunlarına düşən haqları gərək ömrünün sonuna qədər, necə deyirlər, nəfəsi ağzından çıxana qədər yorulmamalıdır. Çox sağ olun. Mən belə düşünürəm. Təşəkkür edirəm. Səmina xanım, Zahir bəyin dediyi belə bir ifadə oldu. Dəyərlərimizi, bəlkə bu cümləni mən də özümə məxsus şəkildə deyəcəm, çıxartdığım nəticə deyək ki, bu oldu. Dəyərlərimizi bizdən sonraki gəncliyə, bizdən sonraki nəslə ötürmək və təkidlə ötürmək və düşünün ki, siz gənc olaraq bir sizdən daha əvvəlki nəsillərin dəyər dediyi, dəyər hesab elədiyi fikirləri sizə ötürür və bunu təkidlə ötürür və bu təkid sizdə qıcıq yaradırmı? Bu təkid sizdə bir etiraz yaradırmı? Və o oradakı emosional dayanıqlıq hansı ki, usanmadan, yorulmadan, müdrikcəsinə dediyi o dəyərlər qarşı tərəfi qıcıqlandırıb, əgər emosiyalarını qaldırırsa, necə reaksiya verirsiniz? Mənim üçün çox maraqlı bir gəncliyin bunu olan, belə deyim, bu stereotipləri olan reaksiyası. Belə deyim, təbii ki, hər deyilən söz əgər məsələn qarşımızdakı insan öz müdrikliyindən də çox asılıdır və sözü əgər deyən zaman insanı başa düşürsə və
təkidi də siz necə, yəni təkid olunması normaldır. Məsələn, məndən də sonra gələn nəsillər var ki, mən də yayın zamanı onlara nəsə bir şey deyəcəm. Amma təbii ki, deyiləndə qarşımızdakı insanı nəzərə almaq lazımdır. Çox bəzən kobudcasına deyilən sözlər istər-istəməz insana qıcıq yarada bilər. Amma məsələn, mənə deyiləndə qarşımdakı insana baxıram, onu biraz da çox istəməliyəm ki, məndə ona qarşı çox qıcıq yaranmasın və deyiləndə əgər söz həqiqətən özümün də məsələn ağla batırsa və deyilmə tərzi insanı sındıraraq yox, qıraraq yox, yəni ki, sən uşaqsan, mən səndən daha çox bilirəm kimi ifadəsi ilə bir hissi deyilmirsə, təbii ki, onu adam dinləyir, özü üçün götür-qoy edir. Yəni ki, bu kimi hallarda məndə qıcıq yaranmır. Amma qıcıq yarandığı zaman isə necə edirəm? Sadəcə dinləmiş kimi özümü göstərirəm. Yəni ki, hörmət baxımından ki, yəni mən tamam sizə qulaq asıram, dediyinizlə razılaşmasam da sizi dinləyirəm. Yəni ki, normal bir dialoq kimi sizi dinləyirəm. Amma verəcəyim qərar isə mənim özümün öz düşüncələrimdən asılıdır. Yəni ki, o kimi qıcıqlandığım zaman sadəcə o emosiyamı kontrol etməyə çalışıb, qarşı tərəfə bunu ötürmürəm ki, mən səni qıcıqlanıram. Sadəcə sakit-sakit dinləyirəm. Yəni mən də belə edirəm bunu. Çox sağ olun. Sahil bəy, sizdən sonrakı nəsillərə, gənc nəslə gənc nəsil üçün nəyi dəyişdirmək istəyirsiniz ki, onlarda bu şey dəyişsin? Hal-hazırda gəlininizdə arzu deyək, istək deyək və yaxud da etiraz deyək, nə var ki, nəyi dəyişdirmək istəyirsiniz? Siz elə bir məsələ haqqında danışırsınız ki, bunu saatlarınla mı, günlərinlə mi? Bu müzakirə adama elə gəlir ki, yox hələ yenə müzakirə eləmək lazımdır. Çünki bu bir xalqın gələcəyidir, bir mənəviyyatın gələcəyidir. Necə deyər, əsrlərlə yaşanmış bir xarakterin gələcəyidir, biz bunu danışırıq, müzakirə eləyirik. Gənclərimizin milli bu mənəviyyatımızı daşısalar, bu belə fəxrlərdən ən yaxşısıdır. Elə bir adın, deyək ki, Məhəmməd, Fatimə olmağı ilə deyil ki, xarakteri də yaşasaq. Xarakteri yaşasaq, məsələn, bizim yaşatmağın vasitələrindən biri də mən mütaliəni məsləhət bilirəm. Mütaliə, kitab oxumağı. Bazen deyirlər, kitab ən yaxşı dostdur. Elə bir kitab yoxdur ki, o kitab adamı yoldan çıxartmağa öyrətsin. Oğurluğa üzr istəyirəm öyrətsin. Pis yollara getməyə öyrətsin. İnsanları incitməyə öyrətsin. Belə kitab yoxdur. Çoxlu mütaliə eləsinlər. Kitablarda müxtəlif xarakterlər var. Məsələn, Tolstoyun Hərb və Sülh əsərində 1000-dən artıq, elə bilirəm, 3000 ya 300 çoxsaylı surət var. Onların hər birinin xarakteri fərqlidir. Yəni, insan o kitabı oxumaqla fərqli xarakterlərə sahib olur. Bədii əsərlərdə fərqli həyatları görür. Mən indi həyatda elə bəzən hallara düşmüşəm ki, o kitabda oxuduqlarım gəlir mənim yadıma düşür. Kitab oxusunlar. Kitab insanın tərbiyəsində, tərbiyə olunmasında, müəyyən xarakterlərə yiyələnməsində çox rolu var. Deyərlər ki, xasiyyətin çoxu süd ilə keçir. Amma müəyyən xasiyyətlər də insanları gördükcə, bəli, insan onları görür, insan qazanır o xasiyyətləri, həyatda da qazanır. Ona görə məsləhətim odur ki, onlar eyni zamanda bədii əsərlərdə oxusunlar, düzdür. Atan, ananın, qonum, qonşunun, elin elə həyatını görürsən, o da bir əsərdir. Amma mən mütaliyə də məsləhət görürəm, mütaliyə də mən yer verirəm insanların təlim tərbiyəsində. Hərə bir evdə bir əlinə kitab alıb oxuması, hərənin bir telefon oynatmasından, telefon izləməsindən qat-qat üstündür. Arzum odur, məsləhətim odur ki, gənclərimiz, bayaq dediyim kimi, indiyə qədər yiyələndiyimiz, nənələrimizin, babalarımızın xasiyyəti, az çox indi bu, biz yaşda olanların xasiyyəti seçsinlər, baxsınlar, götür-qoy eləsinlər, ələsinlər, hansı xasiyyət, kimin davranışı, kimin el içində qazandığı nüfuz, hörmət daha uyğundur, onlara yiyələnsinlər. Yəni, örnək götürsünlər gənclər kimisə. Var, nümunə götürməli insanlar var. O, bəzən belə bir misal deyirlər, heç kəsi olmayan, atası, anası olmayan bir uşaq, yetim bir uşaq, belə çox yaxşı xasiyyətə yiyələnir. Deyirlər, ay balam, sənin axı atan anan yoxudur, elə bu gözəl xasiyyəti hardan öyrəndin sən?
Deyib baxdım ki, birinin xoşa gəlməyən hərəkətlərini insanlar orada-burada haqqında danışırlar, narazıdırlar. Bu hərəkətləri mən eləmədim. İnsanların xoşuna gəlməyən hərəkətləri mən eləmədim. İndi bu cür xasiyyətdəyəm. Yəni götür-qoy eləsinlər, eləsinlər. Ən yaxşı xasiyyətlərə yiyələnsinlər. Çünki onlar ən yaxşılara yiyələnməklərinə layiqdirlər bizim xalqımız, bizim gənclərimiz. Çox sağ olun, təşəkkür edirəm. Səbinə xanım, böyüklərdən, sizdən əvvəlki nəsillərdən istəyiniz nədir? Onların sizin gəncliyə necə davranmağını istəyirsiniz? Bununla bağlı nə deyə bilərsiniz? Mənim istəyim, məsələn, öz adımdan deyim ki, istəyim ola bilər ki, sadəcə çox belə anlayış göstərsinlər və bizimlə təcrübələrini bölüşsünlər. Həm bu ola bilər karyera həyatında, həm ola bilər növbəti, məsələn, evlilik həyatı üçün. Yəni ki, daim bizə bu məsləhətləri xoş şəkildə, yəni ki, qarşısındakını bəli, alçatmadan bildirsinlər və yəni ki, daim bizlə belə məsləhətləşsinlər, bizə məsləhətlərini versinlər ki, biz də özümüzün öz həyatında olan çətinlikləri, çünki bəzən öz yaşıdlarımızla müzakirə edirik bunları, amma görürük ki, yəni heç bir nəsə bir fikir yaranmır ya da nəsə bir səbəbə nəticəyə gələ bilmirik. Adam fikirləşir ki, okey, mən kimlə danışmalıyam görəsən, kimlə müraciət etməliyəm və bu anda da bizim böyüklərimiz bizimlə səmimi söhbətlərin aparılmasına çox ehtiyac duyuruq. Yəni ki, mən onlardan ancaq bunu istəyə bilərəm ki, bizimlə səmimi söhbətləri davam etdirsinlər. Bunu yəni ki, həmişə eləməklərini xahiş edirəm sadəcə. Çox sağ olun. Zahir bəy, təşəkkür edirəm dəyərli tövsiyələriniz üçün. Əminəm ki, sizə qulaq asan həm öz 3-cü baharını yaşayan nəsil sizdən çox şey öyrənəcək və bir də bundan əminəm ki, gənc nəsil sizi eşidəcək. Yəni sizin timsalınızda öz babalarını, nənələrini, özündən yaşlı olan insanları eşidəcək. Çox sağ olun dəyərli tövsiyələriniz üçün. Bir söz demək istəyirəm. Əlbəttə, buyurun. Bir hekayət istəyirəm deyəm. Yəni biz o sözü gənclərə deməyi də axtarıb tapıb elə deməliyik ki, onu biz razı salaq. Onu biz bezdirməyək, onu biz özümüzdən qaçırtmayaq. Axtaraq, düşünək, müəyyən sözlər tapaq. Məsələn, bir misal çəkim ki, bir hökmdar yuxuda görür ki, bütün dişlərini çəkiblər, ağzında bir dişi qalıb. O yuxu yozanları yığır, deyir ki, bu nədir yuxudur, mən çox narahatam. Deyirlər ki, yuxu yozanı gətirirlər, deyir ki, hökmdar, sənin qohum qəbilə hamısı öləcəkdir, sən tək qalasın. Deyir, mən qohum qəbiləsi deyirəm, yaşamalı, onu cəzalandırır. Onu cəzalandırırlar, bir neçə belə yuxu yozan gəlir, bunları cəzalandırırlar, sonra bir nəfər də tapırlar, gətirirlər, deyir, nə olubdur? Deyir ki, belə hökmdar bir yuxu görübdür ki, nə yuxudur? Bunu deyirlər, bu düşünür ki, bu yuxunun bir yozumu var. Yəni, bu adam necə cavab eşidibsə, bunları cəzalandırıbdır. Məsələn, bir şeylər fikirləşir, bunu gətirirlər hökmdarın yanına, deyir ki, mən belə yuxu görmüşəm. Düşünür, deyir hökmdar, sizin ömrünüz, qohum qəbilə ömrünün hamısından uzun olacaq. Hökmdar da götür-qoy eləyir ki, elə bu eyni məna verir. Ya qohum qəbilənin ömründən uzun olmaq, ya elə hamısı dünyasını dəyişirsə, bu tək qalacaqdır. Lakin sözü demək qaydası, fikri çatdırmaq qaydası. Biz də gərək bu şeyləri düşünək. Bu gənclərin çılğın olduğunu, necə deyər, gənc yeniyetmədir bu. Buna ehtiyatla yanaşmaq, çox ehtiyatla, nəvazişlə. Onu sığallaya, necə deyər, könlünü ala, amma yorulmamalıyıq və öz fikrimizə, necə deyər, çalışıb nail olmalıyıq. Sizə də təşəkkür edirəm bu mövzunu qabartdığınız üçün. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirəm. Səbinə xanım, bugün bizə nəyi göstərdiniz? Bir həyat eşqinin yüksək olub, həm də orada ağılın, bacarığın bir gənclikdə birləşdiyini göstərdiniz. Təşəkkür edirəm sizə. Təşəkkür edirəm. Sağ olun. Növbəti podkastlarda görüşənə qədər.